Aparıcı olsaydım Aygün Kazımovanın adı çəkilən yerdə həmin adamı verilişdən çölə atardım. Qədəmlərini dünən qoyan birini Aygün Kazımova ilə müqayisə eləyirlər. Gündəm xəbər axşam aza istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova tarixin bir günü verilişində deyib. Sənətçi proqramda xalq artisti Aygün Kazımovanın adını hallandırılmasını tənqid edib. O bildirib ki, bu səhvi eləyən aparıcılardır. Bu insan sənət fədaisidir. Azərbaycanda onun atdığı addımı heç kim atmayıb. Bu qız brenddir. Onun adını heç kim hallandırmasın. Həyatını sənətə qurban edib. Estradanın danılmaz, unudulmayan canlı əfsanəsidir. Külqabında olanı gül qabına niyə qoyursunuz? Tütündür, görürsən tərpətdikcə iyi gəlir. Niyə gül qabına qoyub iyini yayırsan? Aparıcılıq hissiyatı olmayan müğənni ilə musiqiçinin yerini səhv salan savadsız aparıcı onu gətirib bura qaldırırsa, müğənni neynəsin deyə müğənni açıqlamasında bildirib.